İranın İsrailə raket hücumu nəticəsində həlak olmuş Azərbaycanlı Amid Murtuzov dəfn edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, sosial şəbəkələrdə Amidin İsraildə keçirilən dəfn mərasimindən görüntülər yayılıb. Dəfndə mərhumun yaxınları, ailə üzvləri iştirak ediblər. Qeyd edək ki, əslən Hacıqabulda olan Amid 20 ildir İsrailin Petah Tıkva şəhərində yaşayırmış. Allah rəhmət eləsin. Füzuli rayonunun Aşağı Veysəlli kəndində mina partlayıb, ölən var. Məlumata görə Ağdam rayon sakini 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallahoğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb. Nəticədə çoban ölüb, atı isə tələf olub. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır. Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub. Mehriban Mahmudovanın direktor kimi Gəncə Daşkəsən Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bitib. O, direktor işlədiyi müddətdə töhmət aldığı üçün müqavilə yenilənməyib. Direktor vəzifəsinin müvəqqəti icrası isə müavinə həvalə edilib deyə məlumatda açıqlanır.